Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün bütün tortlarda istifadə edə biləcəyiniz çox ləzzətli plambir dadında zavarnoy kremin hazırlanmasını sizlərlə paylaşıram. Keçək hazırlanmasına. Əvvəlcə qazana 500 ml süd əlavə edirəm. Üzərinə 1 stəkanın başından 1 barmaq aşağı şəkər tozu, 1 yumurta, 1 paket vanil, 2 xörək qaşığı un, 2 xörək qaşığı qarğıdalı nişastası, yarım çay qaşığından biraz az duz əlavə edib, ocağın aşağı odunda qarışdıra-qarışdıra bişirirəm. Bişirərkən mütləq qarışdıra-qarışdıra bişirmək lazımdır ki, həm içindəkilər topaqlanmasın, həm də dibi tutmasın. Bu cür olduqda artıq hazırdır. Baxın, bu cür qatılıqda olmalıdır. Elə isti halda da üzərinə 100 qram kərə yağ və 100 ml qatlaşdırılmış süd əlavə edib yaxşı-yaxşı qarışdırıram. Qaysaqlanmasın deyə üzərini salafanla örtüb əvvəl otaq temperaturunda, tam soyuduqdan sonra isə soyuducuda 1-2 saat müddətinə gözlədirəm. Artıq 2 saat keçib və gördüyünüz kimi bu qatılıqdadır. Kremi hazırlayacağım qaba 400 ml qaymaq əlavə edib mikserlə qatlaşana qədər qarışdırıram. Qaymaq mütləq soyuq halda olmalıdır. Əziz izləyicilərim, videonu izləyərkən kanalıma abunə olub bildiriş zəngini aktiv etməyi, bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Zəhmətə dəyər verən, dəstək olan bütün izləyicilərimə minnətdarlığımı bildirirəm. Bu cür qatılıqda olduqda zavarnoyu hissə-hissə üzərinə əlavə edib yenə mikserlə qarışdırıram. Bu cür qatılıqda olduqda artıq krem hazırdır. Bu kremdən həm tortun ara qatlarını çəkmək üçün, həm də üzərini bəzəmək üçün istifadə etmək olur. İnanın ki, çox ləzzətli, dondurma dadında bir kremdir. Allah hər kəsə bol ruzi bərəkət nəsib etsin. Sizlər də hazırlayın, nuş edin. Videomu bəyənməyi və fikirlərinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.